Qarşıdan Böyük Vətən müharibəsindəki qələbəmizin 5 illiyi gəlir. Bu təkcə qələbəni əldə eləyən Ali Baş Komandanın, hərbiçilərin, şəhid və qazilərin bayramı deyil. Bu bütün elin, obanın, yurdun, torpağın sevindiyi gündür. Payız fəsli olmasına baxmayaraq ürəklərdə yaz havasıdır. Sevinç sevincə qarışıb, gül gülü çağırır. Həmişə qələbə ilə nəfəs alaq, həmişə zəfərlə sevinək. Bu möhtəşəm qələbənin qəhrəmanlarından biri də Polkovnik Eldəniz Namazovdur. Cənab Polkovnik, xoş gördük sizi. Xoş gördük. Xoşluğumuzu gördük. Demək, qələbədən sonra, Böyük Vətən müharibəsindəki qələbədən sonra sizlə danışmaq adama şərəfdir. Çox xoş təsir bağışlayır. Çünki siz düşmən tapdağı altında qalan torpaqlarımızın xilaskarısınız. Eyni zamanda o yurtdakı, o torpaqdakı adət, ənənənin, mənəviyyatın, folklorun xilaskarısınız. Bunların hamısını düşmən tapdağından çıxarda bilmişsiniz. Və doğulduğum məkan da böyük hərbiçilər nəsil yetirib. Rus artilleriyasının Allahı sayılan Əli Ağa Şıxlinski məhz doğulduğum Qazax torpağındandır. Bu mənada hərbiyə gələn yolumuz, bu sənətə nə sizi sövq elədi? Çox sağ olun dəvətiniz üçün. Sizə öz təşəkkürümü bildirirəm. Var olasınız. Fürsətdən istifadə edib mən zəfərimizin 5-ci il dönümü gəlir. Bu zəfərimiz münasibətilə xalqımızı, millətimizi, Azərbaycan ordusunu ürəkdən təbrik edirəm. Zəfərimiz boy əbədi olsun. Eyni zamanda arzulayıram ki, zəfərimiz davamlı olsun. Çünki bizə bu cür zəfərlər lazımdır. Çox lazımdır. Vacibdir, bəli. Biz dünya dövlətləri içində bəlkə də yeganə bir ölkəyik ki, yeganə bir məmləkətik ki, biz hər tərəfdən öz torpağımızla sərhədik. Hər qonşumuzda nə qədər torpağımız əsirdir. Yəni ona görə bizim üçün müharibə, bizim üçün döyüş, bizim üçün zəfər, qələbə qaçılmazdır, vacibdir. Arzulayıram ki, biz böyük Azərbaycan, bax, onun zəfərini qeyd edək və bu əldə elədiyimiz zəfər də çox miqyasına görə kiçik bir zəfər deyil. Bu bizim, necə deyim, tariximizin şanlı səhifəsində böyük yer tutacaq. Gələcək nəsillərə biz nəsildən ən böyük bir ərmağandır, bir hədiyyədir və bir başlanğıcdır deyərdim. Çünki 2 əsrdən artıqdır ki, biz bu cür zəfərləri yaşamırdıq. Bu cür işğalda olan, düşmən tapdağında olan torpaqlarımızın qaytarılması və onun qürur hissini bu xalq keçirməkdən çox təəssüf olsun ki, 2 əsrdən çox idi məhrum idik. Bu başlanğıc olsun, davamlı olsun. Qaldı sualınıza, bəli, mən Qazax rayonundanam. Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşam. Mən gözümü açandan biraz tarixə meyilli, tarixi sevən, tariximizlə maraqlanan olmuşam. Düzdür, elə bir devrə düşmüşdür ki, devrimiz. Biz yanlış tarixi bizə təbliğ edirdilər, məcburi olaraq. O vaxt bildiyimiz kimi biz bir SSR adlı dövlətin tabeçiliyindəydik, tərkibindəydik. Bəli, bizə Rus tarixini yanlış olaraq aşılayırdılar, təsirlə. Başqa cür eləmək mümkün də deyildi. Yəni, bir xalqı tarixindən, dilindən, dinindən məhrum eləmək, yəni onu özünə tam tabe eləmək üçün vacib olan şərtlərdən biridir və bu bizim çox təəssüf olsun ki, başımıza gəlib bu xalqın. Biz türkçülüyümüzü unudurduq. Biz öz varlığımızı, keçmişimizi unudurduq. Amma
Şükürlər. Şükürlər olsun ki, bu xalq ayağa qalxdı, bu xalq öz azadlığını, müstəqilliyini tələb elədi. Dünya xalqlarına sübut elədi ki, belə bir xalq var, belə bir dövlət var və bu dövlət istədiyinə nail olmaq qabiliyyətindədir. 2006-cı ildən xüsusi təyinatlı qüvvələrdə xidmət eləmişəm. 2023-cü ilə qədər müxtəlif vəzifələrdə olmuşam. Demək olar ki, qrup komandiri müavinliyi vəzifəsindən birinci vəzifədən tabur komandiri kimi vəzifəsinə qədər xidmət eləmişəm. Ən son müharibə dövründə əfsanəvi taburun komandiri olmuşam, tabur komandiri olmuşam və müharibədə ağır yaralanaraq daha sonra xidmətimə davam edə bilməmişəm və yaralanma səbəbimdən ehtiyata buraxılmışam. Xidmətim dövrümdə bir çox tapşırıqlarda, xüsusi əməliyyat tapşırıqlarında olmuşam. Xüsusi əməliyyat tapşırıqları bölməmdən bir yerdə icra eləmişəm. O cümlədən 2014-cü ildə düşmənin kəşfiyyat diversiya tapşırıqlarını qarşısına alınması istiqamətində, Ağdam istiqamətində tapşırıqlarda olmuşam. Daha sonra bir neçə snayper tapşırıqlarında fəaliyyət göstərmişik. Eyni zamanda 2016-cı ildə aprel döyüşlərində və ən son müharibədə, Vətən müharibəsində iştirak eləmişəm və Vətən müharibəsinin iştirakçısı olmuşam. Polkovnik Namazov Eldənizlə biz ilk tanışdığımız o xüsusi təyinatlı qüvvələrdə oldu. Uzun müddətdir bir-birimizi tanıyırıq. Polkovnik Namazov Eldəniz əslində bizim döyüş tapşırıqlarında, ümumiyyətlə bizim döyüş hazırlığı istiqamətində çox böyük bir fəaliyyətləri olub. Çox böyük töhfələr verib bizə, həm kəşfiyyat hazırlığında, həm döyüş tapşırıqları istiqamətində. Çünki Polkovnik Namazov Eldəniz uzun müddətdir, demək olar ki, zabitliyin ilk günlərindən onun xidməti ön xəttə keçmişdir. Ona görə də onun böyük təcrübəsi olmuşdur. Həmən o xidmətdə, həmən o ön xətti məlumatlarında, düşmən barəsində məlumatlarda və bu məlumatları o bizə xüsusi təyinatlı qüvvələrə gəldikdən sonra bu məlumatlarla bizi bilgiləndirmişdir, bu məlumatları bizə vermişdir. Mənim o uşaqlıq devrim elə bir devrə düşdü ki, yəni onu böyüklər də yaşadı, düzdür, amma böyüklər bəlkə də hardasa o acılara, o faciələrə, o olacaqlara bəlkə də səbrlə, dözümlə yanaşa bilərdilər, amma bir uşaqlar üçün, kiçik yaşlı uşaqlar üçün bu daha çətin idi. Mən özüm Sərhədyanı rayonun Sərhədyanı kəndindənəm. Hərbidə sadəcə 1-ci Qarabağ savaşında 2 qardaşım və dayım olub. Onlar könüllü olaraq qardaşları məşqçilər kimi döyüşüblər. Dayım ordu sıralarında gizir olaraq fəaliyyət göstərib, döyüşüb, öz kəndimizin müdafiəsinə qalxıb. Amma bundan əvvəl atam da kəndimizin digər nümayəndələri kimi özünü müdafiə bir bölməsi yaratmışdılar, kiçik. Yəni günlərinin demək olar ki, hamısı səngərdə keçirdi. Kəndin düşmənə tərəf hissəsində səngərlər qazılmışdı, postlar qurulmuşdu. Silah yox, bir şey yox, onu gözəl xatırlayırıq hamımız. Lapatka ilə, balta ilə, yava ilə əllərində silahlanan xalq öz kəndini müdafiəyə qalxmışdı. Yəni düşmənin hər an sızması, hər an bizə gəlib hansısa bir fəaliyyət icra eləməsi bu mümkün idi və oldu da. O devirlərin birində 12 yaşım var idi. Bizdən bir neçə kənd yuxarıda, tam demək olar ki, düşmənlə sərhəddə Bağanıs ayrım kəndi var. 90-cı ilin mart ayının 23-dən 24-ünə keçən gecə cəmaət sakit yaşadığı bir vaxtda, Novruz bayramından sonraki bir devir, arxayınçılıq, hələ belə bir, yəni 88 fevralın 23-də rəhmətli Əli Bəxtiyar şəhidimizdən sonra belə bir faktla çox elə üzləşməmişdik. Yəni o qədər də insanlar alışmamışdı bu vəziyyətə. O mənfur düşmənlərimiz o kəndə gecə ilə hücum elədilər. Və kəndin 7 nəfər, bir ailənin üzvünü diri-diri yandırmışdılar. 2 nəfər də yaralanmışdı onda. Yəni bu
çox böyük əks-səda verdi. İlk dəfə idi. 24-cü günü səhər-səhər oyananda artıq bunu biz eşitdik. Bütün xalq yollarda, hamı qışqır, bağır, həyəcan içində, təşviş içində. Yəni düşmənin bu qədər qəddarlığı çox sarsıtmışdı xalqı. Hamısı yəni o qədər düşmənə qarşı nifrət, o qədər biraz da qorxu hissi, yəni insanların üzündə vahimə var idi, baxırdın. Həm də Elə idi, bəli. çox böyük nifrət var idi. Deməli, o kənddən rayon mərkəzinə gedən yol bizim kəndimizdən keçir, tam mərkəzindən deyək. Bunu böyük bir yük maşınlarında, kuzalarda həmin şəhidləri rayon mərkəzinə aparırdılar. Bizim kəndin düz mərkəzində saxlamışdılar. Qadınlardan, qoca nənələrdən kəlağayı götürüb bağlayırdılar maşınlara. İnsanlar da baxırdı ona. Mən 12 yaşında uşaq, maraq, yəni düzdür, icazə vermirdilər. Qaçdım, tez çıxdım yük yerinə maşının baxanda məni elə bir dəhşət bürüdü ki, yəni bu insanlığa sığmayan bir şey. Təsəvvür eləyin, gənc bir qadın tam yanmış şəkildə, kömür və yanında balaca bir körpəsi. 39 günlük körpəsini də onunla qucağında bir diri-diri yandırıb və bu məndə demək olar ki, bütün baxışlarımı dəyişdi. Mən həmin gündən onsuz da düşmənə nifrətimiz var idi. Məndə o qədər böyük nifrət yarandı ki, düşmənə. Bax, mən əlimə silah alıb düşmənə qarşı döyüşmək arzusu məndə ondan yarandı. Hər zaman böyüdükcə onun içimdə daşıdım və fikirləşdim ki, mən bu yolu seçməliyəm. 11-ci sinifi bitirdikdən sonra 95-ci ildən, yəni təkid eləyərək, həminki devirdə qardaşımın ikisi də cəbhədə idi, ikisi də yəni döyüşdən qalaraq hələ də xidmətdə idilər. Evdə 3 uşaq olmağımıza baxmayaraq, mən də yəni bu yolu seçdim, dedim ki, mən zabit olacağam. Və şükürlər olsun ki, mən istəklərimə az da olsa nail oldum. Yolu seçmək, yəni məni bu gətirdi hərbiyə. Heç peşman deyiləm, yəni fəxr eləyirəm, qürur duyuram bu ordunun, bu döyüşən bölmələrin bir parçası olaraq. Nə xoş mənə ki, mən bu tarixə onlarla bir yerdə addımladım, düşdüm. Yəni çox fəxarətli bir gün idi. Bizim zəfərimiz həqiqətən bizim qürurumuzdur. Bizim qeyrətimizin, namusumuzun, abır-həyamızın təmizləndiyi bir gündür 8 noyabr. 8 noyabr bizim millətimizin, xalqımızın 28 il hansı həsrətlə o torpaqlara baxırdı. Bax, o həsrətlərə son qoyulduğu gündür. Və zəfərimiz münasibətilə bir daha xalqımızı təbrik edirəm. Çox itkilər verdik, çox keşməkeşli yollar idi, ağrılı, acılı yollar idi. Çox qəhrəmanlarımızı itirdik, şəhidlik zirvəsinə ucaldılar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. Allah vətənimizi, millətimizi, dövlətimizi qorusun. Bu gün zəfər bayrağımız heç vaxt yaddan çıxmayacaq. Axırdan qanlarımız düşmənlərdən təmizləndi. Dədə, baba torpağımız canlarını fəda etmiş. Şəhidlərin ruhu şaddır. Xəbər verir mübarizə. Qarabağ artıq azaddır. Məhv edib düşmənləri tarix yazdı, şanlı ordu. Xocalıda öldürdülər, hər can üçün hesab sordu. Baxın görün 30 ildə neçə oğul şəhid oldu. Cənnətdədir onları bugün. Şəhidlik ən uca addır. Deyin Murad Taşı Baba, Qarabağ artıq azaddır. Qarabağ bizim torpaqdır. Daim belə qalacaqdır. Qarabağa göz dikərlər, başlarından olacaqdır. Şanlı ordu yenilməzdir. Daim zəfər çalacaqdır. Qarabağ Azərbaycandır. Geysi zəfərgiyyatdır. Qazilərim, şəhidlərim, ədənlərim sayənizdə Qarabağ artıq azaddır. Böyük döyüş yoluna gedən yolumuz hardan başladı? Mən ehtiyatda olan polkovnik
Namazov Eldəniz Furiddinoğlu. 1978-ci ildənəm. Qazax rayonu Abbasbəyli kəndində anadan olmuşam. Məktəbi qurtardıqdan sonra öz arzum, öz istəyimlə 1995-ci ildən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuşam. Ümumi Qoşun Fakültəsi üzrə 99-cu ildə motorçu taam komandiri olaraq o məktəbi bitirmişəm. 99-cu ilin iyul ayından cəbhədə olan en saylı hərbi hissəyə təyinatım çıxıb. Ağcabədi, Xocavənd rayonu arasında yerləşən bir hərbi hissədir. Orada el arasında Haramı düzü deyirlər. Xidmətim həminki o Haramı düzündən başlayıb və motatıcı bölmə olduğum üçün təlimat və bəzi qayda qanunların izahatından sonra ön xəttdə tağım komandiri kimi fəaliyyətimə başlamışam. Bir də onu qeyd etmək istəyirəm ki, yəni mənim orduda xidmətimdə əsaslı dönüş, dəstək, mənə zabit hansı qaydada xidmət eləməlidir, zabit yolu hardan keçir, bunları ilk olaraq aşılayan ilk bölük komandirim, kapitan o vaxtki Fəttayev Elçin müəllimə öz təşəkkürümü bildirirəm. Onun rolu az deyil. O neçə illər idi artıq orada xidmət keçirdi. Demək olar ki, oranın bütün orada fəaliyyətlər necə olmalıdır, hamısını nizamlı şəkildə bilən, özü də nizamlı bir bölmənin komandiri idi. O bölməyə düşməyimin özünün də mənim xidmətimdə, mənim gələcəyimdə böyük rolu var. Mən o en saylı hərbi hissədə 4 ilə yaxın xidmət elədim. Onun bir ilini motorçu taam komandiri olaraq. Amma mənim əvvəldən arzum var idi. Mən kəşfiyyatçı olmaq istəyirdim. Yəni kəşfiyyat bölmələrində xidmət eləmək, mən uşaq vaxtdan kəşfiyyata xüsusi marağım var idi. Mənim əmim kəşfiyyatçı olub. Birinci Qarabağ savaşında mən onların dəfələrlə bölmələrinə, yəni kəndimizdə idi, gedirdim, onların fəaliyyətini görürdüm. Elə olurdu ki, düşmən arxasında fəaliyyət icra edib gələn kəşfiyyat qrupunu görürdüm. Bütün suyun içində, üstləri, başları nə vəziyyətdə uğurla qayıdıblar və dünyalar sanki onlarındır. Bunlar məndə kəşfiyyata çox böyük maraq yaratmışdı. O komandirimə hər zaman müraciət edirdim. Şükürlər olsun ki, yuxarı komandanlıq buna diqqət ayırdı. 2000-ci ilin yanvar ayından kəşfiyyat bölmələrinə köçürdüm. 2000-dən 2003-cü ilə yenə həmin o istiqamətdə olan eyni hərbi hissənin kəşfiyyat bölməsində taam komandiri kimi fəaliyyət göstərdim. Bəxtimdən 2002-ci ilin Ağdamın Yusifcanlı döyüşləri düz həminki tarixə təsadüf elədi. O döyüşlər kəşfiyyatçının məsuliyyəti, kəşfiyyatçının fəaliyyəti, kəşfiyyatçının hər addımının nə qədər vacib, amil olduğu, bax o döyüşlər onu mənə göstərdi. Düzdür, orada itkilər də verdik, amma böyük nailiyyətlər əldə elədik. Orada kəşfiyyatın gücü, yəni özünü göstərirdi ki, necə bölmələr düşmən haqqında məlumat əldə eləyəndən sonra fəaliyyətləri necə uğurlu olur. Yəni düşməni tanımaq, düşməni bilmək, bunun özü də bir ayrı maraq idi. Eyni zamanda çox böyük məsuliyyət idi. Yəni söhbət bir taam komandiri olmaqdan getmir. Kəşfiyyatçı olub, tapşırığa gedib düşmən haqqında gətirdiyi məlumatın etibarlılığı var, dəqiqliyi var. Onun bölmələrimizin fəaliyyətinə təsiri var. Yəni böyük məsuliyyətdir. Ümumiyyətlə mən məsuliyyəti həmişə çox sevmişəm. Bir nizam-intizam, bir məsuliyyət orduda demək olar ki, qələbənin hardasa bir 60-70%-ni təşkil edir. Polkovnik Eldəniz Namazov uzun döyüş yolu keçib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Rəhbərlik elədiyi kəşfiyyat bölüyü neçə ağır döyüşlərdən üzü ağ çıxıb. Cənab mayor
Eldəniz Namazovla bağlıdır söhbətimiz. İlk dəfə sizin yanınızda hərbi fəaliyyətə başlayıb haqqında söhbət açdığımız polkovnik Namazov. Onun yetişməyində sizin rolunuz nədən ibarət oldu? Buyurun. Namazov Eldəniz bizim hərbi hissəyə gələndə, bizim hərbi hissəmiz düşmənlə bilavasitə təmas şəraitində müdafiə tapşırığını yerinə yetirirdi. Gənc zabit olaraq gələndə biz onlara ilk növbədə düşmənlə bilavasitə təmas şəraitində olan təhlükəni, bizim əsgərlərin qorunması, tapşırıqların yerinə yetirilməsi barədə tapşırıqlar oldu. Onların ön xəttdə mövqeyini onlara tanış elədik və bilavasitə biraz fərdi söhbətimiz oldu. Mən fərdi söhbət apararkən Namazov Eldənizlə gördüm bunun gözlərində bildirim var. Yəni hiss olunur ki, sadəcə düşmənlə torpaqlarımızı işğaldan azad etmək üçün alışıb yanır. Namazov Eldəniz bizim hərbi hissədə gələn kimi özünü qabiliyyətli, döyüşkən, vətənpərvər bir ruhda zabit olduğunu mən onu hiss elədim. Və müəyyən müddətdən sonra bizim hərbi hissədə Müdafiə Nazirinin əmri ilə yeni ştat yaradıldı və yeni ştatda yaradılması üçün hər taburun kəşfiyyat tağımı yaradılması üçün tapşırıq gəldi. Briqadanın kəşfiyyat rəisini bizimlə danışıq olanda dedi ki, mənə yaxşı gələcəyin kəşfiyyatçısı olan namizəd zabit lazımdır. Axtarıram, tapa bilmirəm və yaxud da namizədlər bilmirəm məni gələcəkdə ümidimi bərpa eləyəcək, eləməyəcək. Bu barədə biraz danışığımız olmuşdu onun təklikdə. Briqadanın qərargahında biz iştirak edəndə müşavirədən sonra məndən biraz söhbəti olmuşdu o barədə. Bölüyümdə olan tam komandaların içində cəsarəti ilə, mərdliyi ilə, iti görmə qabiliyyəti ilə, qərarların vaxtında iti olaraq dərhal yerinə yetirilməsində böyük bir onda mən potensial görüb, briqadanın kəşfiyyat rəisinə, mayor Nizami Abdullayeva Namazov Eldənizin namizədliyini verdim. Namizədliyini verəndən sonra, 2-3 gün keçəndən sonra Namazov Eldənizi çağırdılar briqadanın qərargahına və onun gələcəyin kəşfiyyatçı olub-olması barəsində, istəyib-istəməməyi barəsində istədilər ki, onun razılığı olsun və yaxud istəyi olsun. O da demişdi ki, mən 1-2 gün ərzində sizə məlumat verəcəm. Gəldi mənim yanıma, mən məsləhət aldı ki, komandir, mən belə bir təklif almışam, deyirəm xəbərim var, bilirəm, təklif səndən qabaq mənə olunmuşdu, mən sənin namizədliyi vermişəm. Sən, mən o qabiliyyəti, o potensialı səndə görürəm, sən bir gələcəyin kəşfiyyatçısı, mən o potensialı səndə aşkar eləyib demişəm. Sən get, xidmətini kəşfiyyat bölmələri qüvvələrində davam elə, sənin üçün orada daha uğurlu olacaq. Müəyyən müddətdən sonra mənə qarşılaşanda mənə dedi ki, yəni o vaxtı mən sizdən ruh aldım və o gələcəyin yaxşı kəşfiyyatçısı olmasını siz məndən o ruhu oyatdınız və o potensialı məndə qabaqcadan gördüyünüzə görə sizə təşəkkür edirəm. Mən indi bu dəqiqə müəyyən vəzifədə çalışıram. Yəni bizim bu söhbətdən sonra 8 ildən sonra belə bir danışığımız olmuşdu onunla. Mənə demişdi ki, komandir çox sağ olun ki, siz mənə düzgün yol göstərdiniz, o potensialı mənə vaxtında aşkar etdiniz. Mən də sizi o mənə verdiyiniz ruhla mən getdim, öz fəaliyyətimi göstərdim, zabit bacarığımı, peşəkarlığımı orada həyata keçirdim. En sayılı hərbi hissənin Beyləqan istiqamətində kəşfiyyat bölüyünün komandiri olmuşam. Sonra yenə Beyləqan Füzuli istiqamətində kəşfiyyat rəisi vəzifəsində icra eləmişəm. Kəşfiyyat rəisi vəzifəsində olarkən, yəni kəşfiyyatın o düşündüyümdən qat-qat məsuliyyətli olduğunu görmüşəm. Kəşfiyyat rəisi kimi sən tək düşmənin komandirisən və bütün öz qüvvələrimiz fəaliyyətinə bir sən düşmən komandiri olaraq
fəaliyyət göstərməlisən və sənin bütün ehtimalların, sənin düşmən haqqında bütün məlumatların, sənin düşmənin ehtimal olunan bütün fəaliyyət xarakterlərin elə olmalıdır ki, bu ehtimal olsa da həqiqətə ən azı bir 95%, bəlkə də yuxarı uyğun olmalıdır ki, yəni bütün qərarlar onun əsasında qəbul olunur. Çox məsuliyyətli bir iş idi. Yəni fəxr edirəm ki, mən o hərbi hissənin 5 ildən yuxarı kəşfiyyat rəisi oldum. Yəni heç vaxt öz fəaliyyətimdə nöqsanlara yol vermədim. Heç vaxt yuxarı komandanlıqdan bu belə yox, belə olmalıdır. Yəni sözünü eşitmədim. Ondan sonra Ağdam istiqamətində kəşfiyyat rəisi oldum 4 ilə yaxın. Kəşfiyyatçıların çox idi o qrupda. Bəli, kəşfiyyatçıların çox idi deyəndə bunlar hamısı ştata uyğundur. Olduğumuz yerdə üstünlüyü verirdik ki, kəşfiyyatçıların hazırlığına, əsas seçiminə, seçilməyi, yəni bütün xarakteri, xüsusiyyəti, biliyi, bacarığı, dözümlülüyü, yəni qətiyyətliliyi, bunlar hamısı parametrlər uyğun gəlməlidir o bölməyə. Ondan sonra onlar bölməyə gələndən sonra onların artıq, yəni bu parametrlər onlarda varsa, sən artıq nəyin varsa ortaya qoymalısan. Öz biliyini, bacarığını, savadını, özün nümunə olmalısan. Yəni onun kəşfiyyatçı olaraq yetişdirib, o hazır materialdır. O materialdan onu yomurub istədiyin kimi sən istiqamətləndirməsən. Onu yaxşı kəşfiyyatçı da eləyə bilərsən, onu yəni əksinə də ola bilər. Namazov Eldənizi ilk günlərdən bizim hərbi hissəyə, yəni xüsusi təyinatlı qüvvələrə təyin olunan gündən tanıyıram. 2014-cü ildə hələ bizim xüsusi təyinatlı qüvvələrə yuxarı komandanlıq tərəfindən tapşırıqlar verilirdi, xüsusi əməliyyat tapşırıqları. İlk Eldənizlə görüşümüz xüsusi əməliyyat tapşırıqları zamanı başlamışdı. Əsasən ön xəttdə və düşmənlə təmasda olarkən Eldənizlə bir yerdə fəaliyyətimiz başlamışdı. Ondan sonra isə 2016-cı il aprel döyüşlərində Polkovnik Namazov Eldənizlə bir yerdə fəaliyyətimiz oldu. Və həmin dövrdə isə artıq Eldəniz bizim xüsusi təyinatlı qüvvələrə kəşfiyyat rəisi vəzifəsinə təyin olundu. Mənim bilavasitə rəisim idi. Mən onun tabiçində olan zabit idim. 2016-cı ildən 2020-ci ilə qədər, Vətən müharibəsi başlayana qədər bir yerdə sıx işimiz olmuşdu. Yəni bizim funksional işimizlə bağlı. Demək olar ki, bütün planlamalarda düşmən haqqında əldə olunan məlumatlar, onların təhlili və incələməsində Eldənizlə birgə fəaliyyət göstərirdik, işləyirdik. Amma həmin düşmən haqqında məlumatların toplanmasında və təhlilində Namazov Eldəniz bir kəşfiyyat rəisi kimi birbaşa onun vəzifəsi idi. Həmin bu məlumatlar Eldənizdə çox böyük bacarıqla əldə edə bilirdi. Çünki uzun müddət öncədən də o bir neçə bizim ön xəttdə olan hərbi hissələrdə xidmət etmişdi. Çox böyük təcrübəsi var idi. Demək olar ki, bütün Ermənistan ordusunun və Qondarma Qarabağ ordusu haqqında Namazov Eldənizin bütün informasiyaları çox bacarıqla əldə edə bilmişdi. Bu onun bir özəlliyi idi ki, o kəşfiyyat rəisi kimi onun üzərinə düşən tapşırığı idi. Çox bacarıqlı, peşəkarcasına öhdəsindən, öz funksional vəzifəsinin öhdəsindən gəlirdi. 2020-ci ildə Vətən müharibəsi başlayarkən hər bir kəsə yuxarı komandanlıq tərəfindən tapşırıqlar verilmişdi. Demək olar ki, Eldənizlə Vətən müharibəsi dövründə tez-tez rastlaşırdıq. Düzdür, hər kəsin ayrıcana istiqaməti var idi, hər kəsin öz funksional vəzifəsi var idi, tapşırıqları var idi. Amma buna baxmayaraq, gün ərzində bir neçə dəfə Namazov Eldəniz mənimlə və məndən başqa olan digər zabitlərlə də rabitə əlaqəsi yaradırdı, tapşırıqlarını verirdi və biz də həmin tapşırıqları məsuliyyətlə öhdəsindən gəlməyə çalışırdıq və bunu bacarırdıq. Eldənizin öz xüsusi keyfiyyətlərinə gəldikdə isə çox mərd, igid, qorxmaz bir zabitdir. Onu mən dəfələrlə müharibə dövründə, həm Kəlbəcərdə, həm Xocavənddə bir zabit kimi həqiqətən də Eldənizi mən dəfələrlə gördüm. Özünü
xüsusi bir keyfiyyətləri vardı o insanın. Çox bacarıqlı, mərd, döyüşkən idi. Və ən əsası da ki, onun qəlbində həmişə vətənpərvərlik hissi olub. O hər zaman deyirdi ki, biz torpaqlarımızı azad etməyənə qədər bu ordudan heç yerə getməyəcək. Sona qədər xidmət edəcək. Bölmələrimizin, yəni əskərlərim var ki, mənim heç vaxt xatirəmdən silinməz. Hər biri bir qəhrəman idi həqiqətən. İstər o apreldə, hansı ki 2002-ci ilin Yusufcanlı hadisələrində mən onun şahidi oldum. İstər adicə kiçik döyüş tapşırıqlarında, yəni dəfələrlə o bölmələrlə biz Beyləqan, Füzuli istiqamətində olarkən döyüş tapşırıqları icra elədik. O əsgərlərin şücaəti, o əsgərlərin qəhrəmanlığı, onların yəni yanaşmaları özü bir mesaj idi. Özü bir siqnal verirdi ki, artıq Azərbaycan ordusu püxtələşib, artıq Azərbaycan ordusu hazırdır. Yəni üzü müharibəyə qarşı hərəkət elədikcə nə istəklərimiz, necə görmək istək fikrimiz var idi, onu artıq ordumuzda görürdük. Və şükürlər olsun ki, ordu quruculuğuna böyük səy göstərildi, böyük yer verildi. Allah rəhmət eləsin ulu öndərimizə, ulu öndərimizin ilk başlanğıcı ilə, yəni o mənim qiymətləndirməyim bəlkə də yəni yerinə düşməz. O bütün dünya xalqı üçün əvəzsiz birlik verdi. O neçənci ildə bugünkü günü görürdü. Naxçıvanskinin o qədər böyük o məktəbin hərbi liseyin bəli yaradılması, o yaradılması deyəndə yaradılmışdı, onun inkişafı, Azərbaycanlıların digər ölkələrdə hərbi təhsilinə geniş fikir verilməsi, bütün bunlar və 93-cü ildən sonra ordu quruculuğunda atılan o böyük addımlar həmin gündən qoyulmuşdu onun təməli, bu ordunun təməli və ulu öndərimizin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab prezidentimiz bu yolda demək olar ki, bütün ömrünü sərf elədi və ordu hazır olduqdan sonra o münbit şəraiti gözlədi və ordumuz öz bacarığını döyüş sahəsində göstərdi. Həmişə komandirlərimiz deyərdi ki, düşmənə qalib gəlmək üçün lazım deyil, səngərdə gedib elə birbaşa başlayıb əlini avtomat alıb döyüşəsən, qalib gələcəksən. Səngərdə yox, birinci burada, bax bu sinif otaqlarında, bu poligonlarda, bu təlim yerlərində sən düşmənə qalib gəlməlisən. Sən o atış sahəsində düşmənə qalib gəlməlisən. Sən o qrupun, bölmənin, taborun, qoşunların ümumi hazırlığında qalib gəlməlisən. Özündə onun hissi elədiniz ki, mən hazıram, mənim bölmələrim döyüş hazırlığı yüksəkdir. Ondan sonra artıq döyüş sahəsində onu tətbiq edib və göstərməlisən. 2017-ci ildə Eldəniz müəllimi tanımışam. Xidməti yerdəyişməyimdən sonra Eldəniz müəllimi orada tanıdım. Rəhbər vəzifə idi həmin vaxtı. Mən ondan da yaşlı kiçiyəm, 6 yaş balacıyam. Ancaq xoş sözlər deyə bilərəm Eldəniz müəllim haqqında. Gözəl insandır ilk növbədə. Gözəl ailə başçısıdır. Eyni zamanda onda vurğulayım ki, biz bir qəsəbədə qonşuyuq. Bir yerdə qalırıq, bir məhəllədə demək olar ki, qalırıq Eldəniz müəllimlə. Ancaq onun haqqında xoş sözlər deyə bilərəm. Xoş xatirələrimiz olubdur. Xidmət münasibətdə, istərsə də şəxsi münasibətlərdə, kənar münasibətlərdə deyim, həmişə saydığım, seçdiyim bir insandır. Hərbiçi kimi Eldəniz müəllim haqqında onu deyə bilərəm ki, Vətən müharibəsində vəzifəsinin öhdəsindən ləyaqətlə gəlib. Demək olar ki, həmin vaxtı ona verilən tapşırıqlar və bildiyim qədərilə, yəni ona verilən tapşırıqlardan da əlavə digər tapşırıqlardan da, yəni belə deyim, yerinə yetirib, çalışıb və kifayət qədər də rəhbərliyimizin, o vaxt rəhbərliyin etimadını qazanıb, Qarabağ ordeni alıb bildiyim qədər və digər medallarla da təltif olunubdur.
Çox gözəl komandirdir. Şəxsiyyətinə hörmət eləyirəm və onun tabeçiliyində olan şəxsləri də şəxsən tanıdığıma görə, yəni deyə bilərəm ki, Eldəniz müəllimə xüsusi rəğbət göstərirdilər. Onun tabeçiliyində olan şəxsiyyət də ona xüsusi rəğbət göstərirdi. Qələbəyə gedən yol ən önəmli məqam. Ümumi deyə bilərəm ki, qələbəyə gedən yolda Azərbaycan ordusunun bütün sahələrini xalqla bərabər, mən arxa cəbhəni də nəzərdə tuturam. Hamının rolu böyükdür, hamının rolu əvəzsizdir. Bizim o 18 yaşında olan o Azərbaycan əsgərini şərəflə daşıyan o kiçik körpələrimiz var. Onların hər bir addımı bu qələbənin təminatıdır. Yəni heç kimin danılmazdır əziyyəti, heç kimin əməyini itirmək olmaz. Hamı xüsusi rol oynayırdı. İstər motatçı bölmələr olsun, istər xüsusi təyinatlı qüvvələr olsun, sərhəd qoşunları, daxili qoşunlar var. Hər kəs öz biliyini, bacarığını və canını ortaya qoydu bu yolda və bunun sayəsində qələbə qazandı. Bu ruh deyilən bir şey var, çünki hamı döyüş ruhu o qədər yüksək idi ki, o ruhu da geri baxıb bu xalqımızdan alırdıq. Xalq oğullarını döyüşə səsləyirdi. Ana oğlunu gülə-gülə, sevinə-sevinə döyüşə yola salırdı. Yəni belə bir xalqın ordusu əlbəttə ki, qələbə ilə dönməli idi. Bizim başqa yolumuz da yox idi. O ümumiyyətcə 44 gün ərzində çox amillər var ki, müharibədə dönüş nöqtəsi yaratdı. Müharibədə qələbənin təminatı rolunu oynadı. Onlardan birini xatırladım. Biri mənim bəxtimə düşdü. Mənə tapşırıq verilmişdi yuxarı komandanlıqdan. Bir xüsusi təyinatlı tabor, tank tağımından gücləndirilmiş. Biz cəbhənin bir istiqamətində, yəni Qubadlı istiqamətində lazım idi döyüşə yeridilmək. Hücuma biz keçirik, amma bütün müşahidə, bütün kəşfiyyat hamı açılıb, düşmənin yerləri bəlli olmalıdır. Yarıb keçib orada düşməni həm üzə çıxartmalıyıq ki, yuxarı komandanlığın silahları ilə onlar vurulmağı təmin olunsun. Həm yarılmaz bir sahə idi, çox güclü orada düşmən mövqe qurmuşdu, müqavimət ocağı idi demək olar ki, həmin o müqavimət ocağını yarmaq lazım idi. Bu da xüsusi təyinatlılar üçün elə də bir çətin tapşırıq deyildi, düzdür. Ona görə hazırlıq mərhələsində idik. Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında. Demək olar ki, hazırlıqlarımız tam yekunlaşıb, siqnalı gözləyirik. 6-sından artıq gecədən biz hazırıq. 7-si oktyabr siqnal gözləyirik. Hər an tapşırığa başla komandası ola bilməlidir. Komandanlıqdan əlaqəyə çıxıldı. Cavab verdim və dedilər ki, bəs düşmən Kənd Qaradüz, Cocuq Mərcanlı Araz istiqamətində əks həmlə edib böyük qüvvə ilə. Demək, ara xəttini tamamilə kəsib, bağlayıb. Bizim qoşunlar da o vaxt Cəbrayıl təzə alınıb 4-ü. Qoşunların çox hissəsi Cəbrayılda yerləşib, digər hücum istiqamətlərində hazırlıqlarını aparırlar. Elə bir vəziyyət yaranıb ki, düşmən təminat təxliyə yolunu tamamilə bağlayıb. Amma qüvvə sayı biraz çoxdur. 2 motatçı tabur olarca 1000 nəfərdən artıq edir düşmən ordusu üçün. Çox sayda tank və piyadanın döyüş maşınlarından istifadə ediblər. Bəxtimizdən ora ən yaxın bölmə bizim taborumuz idi. Ona görə komandir dəyərləndirib, cənab komandamız baxıb yaxında olan bölməmizi. O biri tapşırığı dayandırdı və çıxdı əlaqəyə. Təcili surətdə müdaxilə eləmək lazımdır. Əsas qüvvələrdən yardım gələnə qədər. Biz orada o taborun komandiri mayor Emin Almuradov idi. Emini mən çoxdan tanıyırdım, bilirdim bacarığına, biliyinə, çox güvəndiyim bir zabitdir. Emin Almuradovun o döyüşlərdə şücaəti danılmazdır, əvəzsizdir. Yəni öz töhfəsini çox yüksək səviyyədə verdi bütün o 44 gün ərzində. Artıq xəritə, planlaşdırma apardıq.
Yəni gözəl bir orada taktika ilə düşmənin qarşısını almaq üçün fəaliyyətə başladıq. Düzdür, digər qoşun növləri də var idi, hansı ki, bizim dəstəkləyən, məsələn, orada bəxtimizdən tank əleyhinə vasitələr, onun komandiri var idi. O elə həmin əraziyə yaxın idi, tez müdaxilə elədi, sağ olsun, köməkliyini göstərdi. Sonra ehtiyata çıxarılmış döyüş qabiliyyətinin bərpasında olan bir bölmə var idi, BTR-lərdən ibarət. Bölmənin komandirinə deyən kimi həmən öz yuxarı komandiri ilə dəqiqləşdirmə apardı və 5 dənə BTR olaraq bizə köməkliyə gəldilər. Artilleriya qüvvələrini böyük orada qiymətləndirirəm. Hansı koordinatı verdik, hara atəş istədiksə çox güclü köməkliklər elədi. Xüsusi təyinatlı qüvvələr 3 qoldan demək olar ki, düşməni az bir müddətdə, heç 2 saat çəkmədi, artıq tam mühasirəyə saldılar. Düşmən orada çox sayda itki verdi. Bir gün ondan əvvəl Paşinyan belə açıqlama vermişdi ki, biz sabah müharibədə gedişatı dəyişəcəyik. Cəbhədə gedişat dəyişəcək. Və vəziyyəti dəyişəcəyik. Onlar, mən nəzər salmışdım, əvvəldən də bilirdim müharibədən qabaqda, tarixdə. Onlar 93-cü ildə o fəaliyyəti tətbiq eləmişdilər və bizim qoşunlarımızı həqiqətən mühasirədə saxlamışdılar və orada çox çətinliklə o dövrdə Cənab Ali Baş Komandan rəhmətli Ulu Öndərimizin müdaxiləsindən sonra vəziyyəti düzəltmək mümkün olmuşdu, amma itkilərimiz çox olmuşdu. Düşmən həminki taktikaya bir də üz çevirmişdi. Sonradan özləri də yəni bunu etiraf elədilər. Orada düşmənə həm xüsusi təyinatlı qüvvələr, həm Azərbaycan ordusunun əskəri öz gücünü demək olar ki, elə göstərdi ki, düşmən ondan sonra bir də o miqyasda əks hücum eləmək fikrinə düşmədi. Polkovnik Eldəniz Namazovu hərbiçilər yaxşı tanıyır. Cəsur, yenilməz zabit kimi hörməti əzizdir bütün dost tanışlarının yanında. Qəhrəmanın Polkovnik Eldəniz Namazovun dediyi kimi, ordusuyla, komandanı ilə bu qələbənin qəhrəmanı bütöv xalqdır. Məncə ehtiyatlı olan bu Çinli zabitlərin rolu da az deyil. Onların hər biri qələbəyə gedən yolu canları ilə, qanları ilə keçiriblər. Ona görə bugün onların daha çox sevinməyə haqqı var.